Hamıya salam. Bugün ev vloqunu bölüşmək istəyirəm. Gördüyünüz kimi səhər uşaqların yerlərini yığışdırıram. Adətən uşaqlar özləri yığışdırır. Amma bugün yəqin ki görürsüz, orada oğlum oturub dərs oxuyur. Qızım isə tələsik məktəbə getdi. Bir kravatın üstündə pişik oturduğuna görə onu çox gözəl yığışdıra bilmədim. Çünki yatmışdı. Mənim də yazığım gəldi ki onu duruzum. Bilmirəm sizlərdə necə, amma bizdə bu koridor həmişə dağınıq olur. Nə qədər buranı yığışdırsam da, nə qədər uşaqlara desəm ki, kurtkalarınızı yerinə asın, sumkalarınızı bura qoymayın, amma həmişə nəsə tapılır ki, öz yerini tapmayan bir şey həmişə bu koridorda olur. Mən isə keçid aldım mətbəxə. Mətbəxdə gördüyünüz kimi səhər tezdən hər şey qarışıb. Nə qədər axşamdan nəsə yığışdırsam, eləsəm də, amma səhər məsəl üçün qızım durub yemək yeyib məktəbə gedib. Gördüyünüz kimi balacam da buradadır. Hamımız yemək yemişik. Balacam da mən harda orada olur. Oyuncaqlarını da mütləq gətirir özü olan yerə. Gördüyünüz kimi stolun üstünə hər şeyi yığıb oynayır. Və mən də davam edirəm yığışdırmağa. İstəyirəm biraz tez buraları yığışdırım. Bugün dərindən yığışdırmayacağım. Amma inşallah bu günlərdə dərindən də yığışdırmaq lazımdır. Çünki mebel ağ olduğundan bütün ləkələr hamısı bilinir. Amma deyim sizə ki, çox vaxtı ağ mebeldən qorxurlar. Amma məndə tünd mebeldə olub, sonra narıncı rəngdə də olub. Mən sizə deyim ki, onlara baxanda hamısından təmiz qalan və belə vizual olaraq təmiz görünən hələ ağdır. Nə qədər ağ rəngdən biz qorxuruq ki, tez ləkələnər, tez ləkələr bilinər. Amma mən sizə deyim ki, ağ rəng daha təmiz qalır. Və mən özüm bu mebeli sifariş edəndə onun ruçkalarını sifariş etmədim. İstədim ki, düz olsun. Çünki belə yığışdırmağa daha rahatdır. Görürsən ki, üstündə nəsə su ləkələri, çay ləkələri, nəsə bir uşaq nəsə dağıdıb ləkə görəndə tez götürüb şüşəni silən kimi üstündən tez silmək olur. Və ayrıca bu qulplarını silmək lazım gəlmir və bu çox vaxt bizə qənaət edir və silməyə də çox rahat olur. İndi gördüyünüz kimi qabları da yuyuram. Bir-iki dənə qabdır. Bu səhər bizdə yığılan qablardır. Bunları da tez yuyacağım indi. Mənim isə belə şam dəstim var idi. Bunu mənə rəfiqəm neçə illər bundan qabaq hədiyyə etmişdi. Amma mən hələ də açmamışam. Çünki çox köçdü, remontu gözləyirdim. Çox səbəblər var idi ki, fikirləşirdim, sonra açarım və nəhayət bu günləri bir şkafın içini yığışdıranda bunları tapdım və fikirləşdim ki, vaxtdır, nəhayət ki, bunları açım və istifadə edim. Gördüyünüz kimi içində belə bir qab var. Orada İçinə əvvəlcədən daş qoyuruq, sonra daşın üstünə şamları qoyuruq. Şamlar çiyələk formasındadır. Ona görə mən fikirləşdim ki, ən uyğun bunlar üçün yer olacaq mətbəxdə. Və gördüyünüz kimi nə etsəm də çox maraqlı olan mənim balacam həmişə yanımdadır. Və mənim görünüşü çox xoşuma gəldi və fikirləşdim ki, bu şamlar əriyib bitəndə bunların yerinə bu qaba başqa bir şamda yerləşdirmək olar və o da çox gözəl görünər. Və bütün otaqlarda hər şeyi yerbəyer eləyəndən sonra mən robot pilisosu işə saldım. Özüm də gedəcəm indi yeməyi bişirməyə. Yeməyə isə bugün bir qəşəng resept tapmışam. Deməli, toyuğun filesini götürürük və ora quyruq əlavə edirik, belə maşından çəkirik və bunlardan gözəl bir kotletlər eləyirik. Duz istiyotu zövqə görə qatırıq və sevimli hansısa ədviyyatlarınız varsa onları da bura qata bilərsiniz. Gördüyünüz kimi mən duz istiyot və qırmızı istiyotu da əlavə etdim və biraz oregano
onu da əlavə etdim və gördüyünüz kimi balacamız bizə həmişəki kimi köməklik edir. Çox xoşlayır ki, duzla istiyotu özü atsın, amma heç cür başa düşmür ki, onlar çox olsa bunu heç kim yeməyəcək. Əllərimi biraz suda isladıram və kotletləri düzəldirəm və proteina qoyuram. Mən bunu sobada edəcəm, çünki içində quyruq var və məncə quyruq olanda bunu tavada da bişirsək, yağ əlavə edib çox yağlı olacaq. Ona görə mən bu dəfə bunları sobada bişirəcəm. Bir tavada yerləşmədiyi üçün mən ikincisini də götürdüm. İkincisinə də biraz kotlet qoyacağım, hansı ki qalmışdı bu ətdən və əlavə bura deməli qoyuruq. Kartoşka soyuruq, doğrayırıq, qoyuruq və badımcan. Badımcanları da görəcəksiniz ki, soymuşam. Balaca olduğundan kəsməmişəm və bütövlüyü ilə qoydum. Sobada bunu 250 dərəcədə qızardıram. Bu isə qalan ət. Bundan da qoyduq o biri tavaya və üstünü mənim balacam düzəldir. Bu dediyim kimi badımcanları qoyduq və burada kartoşkanı qoyacağım. Kartoşkanı biraz gözəl olsun deyə belə formalı bıçaqla kəsdim və biraz duz əlavə edib bunları da bu tavaya qoyuruq və göndəririk sobaya. Və belə qəşəng qızarandan sonra çıxardırıq. Çox gözəl, çox dadlı olmuşdu və əsasən də çox vaxt sərf etmirik. Qoyuruq sobaya və unuduruq bunu. Və sonunda istəyirəm sizinlə Temu sifarişlərimlə bölüşüm. Deməli, bu dəfə Temudan belə telefon üçün çexollar sifariş etdik. Bu isə mənim balacam çoxdandır məndən kompüter istəyirdi və ona belə balaca kompüter sifariş etdim. Kompüterin razmeri əlimiz boyutdadır, amma içində hər şey var. Yəqin ki, mağazalarda görmüsünüz ki, bunun böyükləri var və onlar hardasa 70 manat belədir. Amma bu balacaydı və qiyməti 14 manat idi. Amma funksiyaları eynidir, bir dənə razmerində fərqi var. Bu isə penaldır, qızım sifariş etmişdi. Bu da oyuncaqlardır, maqnitli belə oyuncaqdır. Deməli, bundan nə istəyirsən, belə tikmək olur. Burada 20 ədəddir və bunun daha çox sayılı var idi. Sadəcə olaraq mən 20 ədədlini sifariş etdim. Bu isə sponjiklardır, makyajda lazım olur, ona görə çoxlu aldım. Bunlar zip paketlərdir, hansı ki soyuducuda nəyisə saxlamaq üçün çox əlverişlidir. Bunlardan da sifariş etmişdim bu dəfə və belə ayaqqabılar. Ayaqqabıları qızım istəmişdi və çox keyfiyyətli gəldi, çox rahatdılar və bu ayaqqabıları da oğlum üçün sifariş etmişdim. Bunlar da çox rahat və çox gözəldir. Bu isə dodaq üçün balzamdır. Burada da gördüyünüz kimi 8 ədəddir. Bunlardan istifadə etmişdik. Çox xoşumuza gəldi. Ona görə bir də sifariş etdik. Bunlar mənim logopedik zondlarımdır. İşimə görə zakaz etmişəm. Bunlar isə dodaq qələmləridir. Burada 12 rəng var və bunlar endirimdə idi və səhv etmirəmsə 4 manata zakaz etmişdim. Amma əslində 4 manata deyil. Mən sadəcə olaraq endirimdə olduğundan belə ucuz əldə etdim. Amma yenə də endirimdə olmadıqda belə onlar çox sərfəlidir. Gördüyünüz bu kağızlar yapışqan kağızlar idi. Qızım istəmişdi. Bu isə koftadır. Və bu köynəkdir. Bunları da oradan sifariş etmişəm. Rəngləri çox xoşuma gəlib. Və bir dənə də kofta sifariş etmişdim. Belə bu biraz toxunmadı. Biraz materialı toxunma kimidir, amma yaz üçündür. Və belə balaca saç üçün zakolkalar. 4 dənəsi və 4 dənəsi 1 manat neçəsə alınırdı. Bu laminasiya aparatıdır. Bunu da oradan zakaz etmişəm. Balaca laminasiya aparatıdır. Ev üçün, ev şəraitində laminasiya etmək olur. Mənə çox lazım gəlir işimdə, ona görə bunu da sifariş etdim. 40 manataydı. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Gələn görüşlərə dək abunə olmağı unutmayın.